Gəlmişik Astaradakı balıq yetişdirmə təsərrüfatına. Salam İlqar bəy, hər vaxtınız xeyir olsun. İstərdim ki, təsərrüfat haqqında qısa və ətraflı bizə məlumat verəsiniz. Bu bütün izləyicilərimiz agah olsun, xəbərdar olsun. Salam, hər vaxtınız xeyir olsun. Xoş gəlmisiniz bizim təsərrüfata. Təsərrüfat haqqında qısa və ətraflı məlumat verim sizə. Demək, bizim təsərrüfatda Belog Astara MMC təsərrüfatıdır. Burada bir çox nəhər həkimlərin satışı mövcuddur. Əsasında bunun 70-80% bölgə balığından satışı təşkil edir. Onu deyə bilərəm ki, bizim təsərrüfatda olan balıqların digər təsərrüfatdakı olan balıqlardan fərqi təbii dəniz suyundan və təbii dəniz məhsullarına, yəni kirkə kimi məhsullardan qidalanır balıqlarımız və bir çox nəhər həkimlər çəkisinə və növünə görə qiymətləri dəyişir. Əsas satışda olan balıqlarımız, nəhər həkimlərimiz bölgə balığıdır və digər nəhərlər, yəni təbii Rus nəhərəsidir. Steribel balıqları var, bunlar gibritlər gedir, çökə balığı var və s. Dəyərli müştərilərimiz, eyni zamanda bu MMC-də kürü satışda mövcuddur. Kürlərimiz də var. İstərdim ki, İlqar bəy qısa olaraq kürü haqqında da bizə məlumat verin. Qısa və ətraflı onu da deyim ki, nəhər həkimlərin qara kürüsü də bizdə satışda mövcuddur. Bunlar da ilin mövsümünə uyğun hazırlanır. Çökə, nəhər sinifinə aid olan çökə balığının, yəni sterlet balığı kürüsü bizdə daim olur. Kalibri təxminən 2-2-2-5 mm-də olan qara kürüdür. Bu da dadına görə, dəniz suyunda bəsləndiyinə görə dadı tam fərqli olur. Yəni daha da dadlı olur. Çox sağ olun ki, yerli fermerlərə və istehlakçılara bu cür dəstək olursunuz. Bu arada qeyd edeyim ki, bizim Cənub səbətində nəhər həkimlər olan məhsullar da var. Onlara da sifariş verə bilirsiniz. Cənub səbətində olan məhsullar təbii, orqanik məhsullardır. Bu qədər. Çox sağ olun. Çox sağ olun, minnətdaram. Dəyərli müştərilər, siz də Cənub səbətindən sifariş vermək istəyirsinizsə, aşağıda gördüyünüz əlaqə nömrələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz. Eyni zamanda TikTok və Instagram üzərində də bizi izləyə bilərsiniz. Minnətdaram.